Avropa İttifaqı Belarus və Rusiya ilə şərq sərhədlərində həqiqətən dron səddi qururmu? Belədirsə, dron səddi nədir? Onun uzunluğu nə qədər olacaq və nə qədər xərc tələb eləyəcək? Nə vaxta hazır olacaq? Son vaxtlar dronların Avropa ölkələrinə bir çox problemlər yaratdığını yəqin ki, eşitmisiniz. Bəlkə də ən çox diqqət çəkəni sentyabrın əvvəlində Rusiyanın təxminən 20 dronunun Polşaya daxil olması idi. Onların bəziləri ölkə boyunca bir neçə yüz kilometr uçmuş və Polşanın öz hava məkanının bir hissəsinin bağlanmasına səbəb olmuşdu. O vaxtdan bəri Almaniya, Bolqarıstan, Rumıniya, İsveç, Danimarka və Norveç kimi ölkələrdə hərbi bazalar, limanlar və elektrik stansiyaları kimi mühüm infrastrukturlar üzərində dronlar görünür. Danimarka və Norveçdə isə sentyabrın sonunda Kopenhagen və Osloda əsas hava limanları dron səbəbindən saatlarla bağlanmalı oldu. Düzdür, bu dronların hamısının Rusiyaya aid olduğu sübuta yetirilməyib. Lakin bir çox Avropa hökumətləri Moskvanın məhz belə hibrid fəaliyyətlərlə Avropanı sınağa çəkdiyini düşünür. Beləliklə, Baltik ölkələri və Polşa yenidən ön sıradadır. Son təxribatlar bizə bəlkə də hazırlığımızı sürətləndirmək üçün siqnal verdi. Təkcə sərhəd bölgəsində deyil, bütün Avropa İttifaqında dron əleyhinə imkan və potensiallarımızı necə gücləndirə biləcəyimiz məsələsində. Bəs Avropa bu dronlara qarşı necə müdafiə olunacaq? Sadə cavab onları vurmaqla. Amma bu indi çox baha başa gəlir. Avropa ölkələrinin müxtəlif hava müdafiə sistemləri var, lakin aidiyyəti üzrə onlar qanadlı raketlərə və təyyarələrə qarşı istifadə edilməlidir, dronlara yox. Məsələn, Polşa ərazisinə daxil olan Rus dronlarını vurmaq üçün çox bahalı, milyonlarla dollar dəyərində olan qırıcılardan atılan raketlərdən istifadə etdi. Halbuki həmin dronların dəyəri maksimum bir neçə min dollar idi. Siyasətçilər və hərbi rəhbərlər də bunun anlamsız olduğunu qəbul eləyirlər. Buna görə də bu dronların daxil olmasının qarşısını almaq üçün dron səddi ideyası ortaya çıxıb. Bu sədd gözlə görünən fiziki divar olmayacaq. Şərq sərhədi boyunca dirəklər və baza stansiyaları ola bilər. Lakin əsasən görünməyən inteqrasiya olunmuş sistem yaradılacaq. Bu sistem akustik sensorları, mobil kameraları və radarları hərəkətə gətirəcək və dronlara qarşı istifadə edə biləcək hərbi imkanlarla, məsələn, siqnal pozucuları ilə və ya düşmən dronlarını vurmaq və ya onlara çırpılmaq üçün nəzərdə tutulmuş müdaxilə dronları ilə əlaqələndiriləcək. Dronların aşkar olunması çətin olduğundan onlara qarşı mübarizə sahəsində mesh, yəni çox qovşaqlı şəbəkə yaradılması məcburiyyəti yaranır. Bunun üçün müxtəlif sensorlara ehtiyac var. Bu sensorlar yük maşınlarına quraşdırıla, havada üzən platformalarda ola, peyklərdə yerləşə, binalara quraşdırıla bilər. Amma onların hamısı birlikdə işləməlidir. Əvvəllər bu ənənəvi radarın işi idi. İndi isə müxtəlif sensorların birlikdə işləməsi lazım olacaq. Dünyada belə bir şey hələ yaradılmayıb. Bu əvvəllər mövcud olmamış tamamilə yeni bir hava müdafiə formasını təşkil eləyəcək. Amma bunu yaratmaq üçün tək bir texnologiya kifayət deyil. Dron tək bir platformadır. Gerçəkləşməsi üçün bir-birini tamamlayan çoxsaylı texnologiyalar da lazımdır. Plan budur ki, bu dron səddi Şimali Norveçdən başlayaraq Finlandiyanın Rusiya ilə sərhədi boyunca uzansın, sonra Estoniya, Latviya, Litva və Polşanın Belarus və Rusiya ilə sərhədlərini əhatə etsin. O, hətta Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanın Ukrayna sərhədləri boyunca da davam edə bilər. Belə bir divarın hazırlanması nə qədər çəkər? Bu səddin nə qədər mürəkkəb olmasından və coğrafi əhatəsindən asılıdır. Təxmin edilir ki, bu 1 ildən 5 ilə qədər vaxt ala bilər. Və bu baha başa gələcək. Yenə də texnologiyanın səviyyəsi və coğrafiya önəmlidir. Amma gündəmə gətirilən rəqəmlərdən biri 10 milyard avro, yəni təxminən 11,5 milyard ABŞ dollarıdır. Bu yüksək xərclər bəzi Avropa liderlərini tərəddüdə salıb. Niyə bu qədər pul xərcləyəsən ki? Fikrimcə, qərar vermə prosesinin nə qədər hissəsinin süni intellekt sistemlərinə həvalə edilib-edilməməsi 21-ci əsrin ən böyük məsələsidir. Avtonom hərbi maşınlar, sensorlarla təchiz edilmiş dronlar kimi sistemlərə, bir sözlə döyüş meydanında geniş məlumat bazasına çıxışı olan, süni intellektə əsaslanan mexanizmlər toplanmış məlumatı sürətlə təhlil eləyir. Hərbi tapşırığı yerinə yetirmək və ya hədəfi məğlub etmək üçün optimal üsul və taktikanı seçir. Nəticədə müharibənin tempi getdikcə sürətlənir. Bu isə özlüyündə daha mürəkkəb və bir çox mənada qorxulu olan yeni bir yarış növüdür. Söhbət təkcə silahlanma yarışından deyil, həm də zaman yarışından gedir. Elə bir mərhələdən ki, burada müharibənin özü də getdikcə daha sürətlə baş verir. Bəs bu həqiqətən qoruma təmin edəcəkmi? Əlbəttə, o şərqdən gələn pilotsuz uçuş aparatlarının daxil olmasının qarşısını ala bilər.
Bəs digər istiqamətlərdən və hətta Avropa İttifaqının daxilindən gələn təhdidlər barədə nə demək olar? Məlumata görə Oslo və Kopenhagenin hava limanları üzərində uçan dronlar yaxınlıqdakı qurudan və ya şəhərlərə yaxın ərazilərdə üzən gəmilərdən buraxılmış ola bilər. Heç bir dron səddi bu cür hücumların qarşısını ala bilməz. Başqa sözlə, həm Avropa İttifaqı, həm də NATO müdafiə nazirləri üçün düşünüləsi, dəyərləndiriləsi kifayət qədər məsələ var.